Salam, hər vaxtınız xeyir olsun. Mən Sərvər Rəşidov. Trigonometrik funksiyalar mövzusunun 3-cü, sonuncu bölümü ilə videomuza davam edirik. Çevirmə düsturları. Pi bölü 2 plus minus alfa, yəni 90 plus minus alfa. Pi, yəni 180 plus minus alfa. 3pi bölü 2, yəni 270 plus minus alfa və 2pi, yəni 360 plus minus alfa. Bu bucaqların trigonometrik funksiyalarını alfa bucağının trigonometrik funksiyaları ilə ifadə edən düsturlara çevirmə düsturları deyilir. Yəni siz sinusun, kosinusun, tangensin, kotangensin bucağın içində, yəni 90 plus alfa və yaxud da minus alfa gördünüz, deməli buna çevirmə düsturu tətbiq edə bilərsiniz. Tangens tutaq ki 3pi bölü 2 minus alfa gördünüzsə, yəni bu 90, 180, 270, 360. Bunları hansı trigonometrik funksiyanın daxilində görsəniz, çevirmə düsturu tətbiq edə bilərsiniz. Aydın oldu bu. Mövzunun adı çevirmə düsturlardır, amma burada əzbərlənəcək düstur yoxdur. 2 dənə, 3 dənə qayda var. Qabağına qoyduğum bu işarə qoyduqlarımı qayda kimi öyrənsəniz, qalanları mən izah edəcəm. Çevirmə düsturlarında aşağıdakı qaydaları bilmək lazımdır. Pi plus minus alfa və 2pi plus minus alfa bucaqları üçün, yəni pi'nin tam misilləri üçün funksiyanın adı dəyişmir. Ümumi halda pi'nin tam misilləri deyirlər. Amma belə yadda saxlaya bilərsiniz ki, 180 və 360-da trigonometrik funksiyanın adı dəyişmir. 180 və 360-da ad dəyişmir. Yadda qalarmı? Pi və 2pi'də ad dəyişmir. Ümumi halda da pi'nin tam misilləri üçün örnək verəcəm. İkinci qayda deyir ki, pi bölü 2 və 3pi bölü 2 bucaqlarında, yəni pi bölü 2'nin tək misillərində ad dəyişir. Yəni, nə zaman ad dəyişəcəkdir? 90 və 270-də ad dəyişəcəkdir. 180 və 360-da ad dəyişmir. 90 və 270-də ad dəyişir. Ad oxşarı ilə əvəz olunur. O deməkdir ki, sinus kosinusa çevrilir, kosinus sinusa çevrilir. Tangens kotangensə çevrilir və tərsinə. Yəni, sinus adını tangensə çevrilməz. Aydındır, kotangens adını tangensə dəyişir. Əgər pi bölü 2 və 3pi bölü 2'dirsə. Amma 180 və 360'da ad dəyişmir. Daha vacib məqama gəldik. Hər iki halda çevrilən funksiyanın verilən nöqtədəki işarəsi, özəlliklə bunu üstünə xətt çəkirəm, hər iki halda çevrilən funksiyanın verilən nöqtədəki işarəsi alınan funksiyanın qarşısına yazılır. Bu nə deməkdir? Yuxarıda sinus 90 plus alfanı sadələşdirirəm. 90 dərəcədə, bu 3 dənə qaydanı özümüzə soruşacağıq hər zaman bu çevirmə düsturu tətbiq edərkən. 90 dərəcədə ad dəyişirmi, yoxsa dəyişmirmi? Bəli, 90 dərəcədə ad dəyişir. 90 və 270'də ad dəyişir. O zaman sinusun adını dəyişib kosinus eləyirik. Bu alfanı köçürürəm bunun yanına. Yəni kosinus alfa ad dəyişdi. Burada deyildi ki, hər iki halda verilən nöqtədəki işarəni alınan funksiyanın qarşısına yazırıq. Yəni sinus adını dəyişdi, nə oldu? Kosinus. 90 plus alfa ikinci rübə düşür. Axı 90'ın yuxarısı ikinci rübdə. 90'dan sonra ikinci rübdə. İkinci rübdə biz sinusun işarəsini, əvvəlki funksiyanın işarəsini bu yeni funksiyanın qabağına yazırıq. Başa düşə bildinizmi? İkinci rübdə sinus müsbətdirsə, artıq bura müsbət yazacağıq. Müsbət yazmaya da bilərsiniz. Yəni mənfi olsa işarəsini yazacağıq. Əvvəlki funksiyanın işarəsini yazacaq. Məsələn, buradakı sinusun işarəsidir. Sinus deyək ki 270 plus alfa. 270'də ad dəyişir, olur kosinus alfa. Bunlara çoxlu nümunələr verəcəm. Sizə ola bilsin bu hələ qaranlıq qalır. 270 plus alfa 4-cü rübdə. 4-cü rübdə sinusun işarəsi mənfidir deyə bura mənfi yazıram. Yəni əvvəlki funksiyaya baxırıq, kosinusa baxmırıq. Yeni funksiya, yeni yaranan funksiyaya baxmırıq. Əvvəlki funksiyanın işarəsini. Bax, bu qayda onu deyir ki, əvvəlki funksiyanın işarəsini yeni funksiyanın qabağına yazırıq. Bunları silirəm, bunlar bizə lazım deyil hələ ki. Daha sonra bilməliyik. Yəni bunu əzbərləməyə ehtiyac yoxdur. Pi bölü 2 minus alfa 90'dan aşağısıdır da. Yəni alfanı elə bil ki 1 dərəcə kimi düşünə bilərsiniz. Həmişə alfanı iti bucaq kimi düşünün, həmişə.
Alfanı 1 dərəcə düşsəndə 90-dan 1 çıxanda birinci rübə düşəcək. 90-ın üstünə 1 gələndə ikinci rübə düşəcək. Aydın olurmu? Alfanı iti bucaq kimi qəbul edə bilərsiniz. Çünki alfa kör bucaq və digər bucaqlar olsa, onda biz rübə təyin edə bilmərik. 180-dən nəsə çıxanda düşər ikinci rübə, 180-in üstünə nəsə gələndə düşər üçüncü rübə, eləmi? Və yaxud alfanın yerinə 1 dərəcə qoysanız, 180-dən 1 çıxsanız, 179 dərəcə ikinci rübdür. 180-in üstünə 1 gəlsəniz, 181 üçüncü rübdür. 270-dən çıxanda üçüncü rübə, 270-in üstünə gələndə dördüncü rüb, 360-dan çıxanda dördüncü rüb, 370-in üstünə nəsə gələndə dövr tamamlanır, qayıdır birinci rübə. Yəni bunu məntiqlə öyrənə bilərsiniz. Bunları əzbərləməyə ehtiyac yoxdur. Aydın olmuş şagirdlər. Yəni özünüzə sual verin. 180 çıx alfa. Yəni 180 özü ikinci rübün bitdiyi nöqtədir, eləmi? 180-dən çıxanda qayıdacaq ikinciyə də. 180 plus qayıdacaq üçüncü rübə də, eləmi? 270 nə? Hansı rübün bitdiyi nöqtədir? 270 üçüncü rübün bitdiyi nöqtədir. Yəni 270 üçüncü rübdən dördüncü rübə keçən bir nöqtədir. 270 çıx deyəndə qayıdırıq üçüncüyə. Yəni 270-i azaldırsan da, 3-ə qayıtmalısan da, düzdürmü? 270 plus 3-ə keçsəm dördüncü rübə. Çevrə üzərində də bunları əgər başa düşürsünüzsə, çevrə üzərində qeyd etmək olar. Bura 0 dərəcəli yerdir, bura 90 dərəcədir, bura. Bura 180 dərəcədir, bura 270 dərəcədir. 360 dərəcə ilə 0 eyni nöqtəyə düşür. 90 minus deyəndə düşür birinci rübə. 90 plus deyəndə ikinci rübə. Yəni 90 plus axırda keçir, bu tərəfə keçir. Aydın olmuş şagirdlər. 180 minus. 180 bu buradır. Minus deyəndə qaydırıq bura. 180 plus keçsəm üçüncü rübə. Bu işarə qoyuram bura. Mən əslində burada işarə təyin etmək deyil. Məqsədimiz burada 180 minus, 180 plus əzbərləməkdir, öyrənməkdir. 270 minus. 270 bax buradır. 270 minus üçüncü rübdür. 270 plus dördüncü rübdür. 90 minus birinci rübdür. 90 plus ikinci rübdür. 180 plus üçüncü rübdür. 180 minus ikinci rübdür. Birinci rübdə rahat çevirmələr apara bilərik. Bütün trigonometrik funksiyaları birinci rübdə müsbət olduğuna görə sadəcə 90-dan çıxmaqla adını dəyişə bilərik. Daha neçinci rübə düşdüyünü, işarəsini təyin etməyə ehtiyac yoxdur. Çünki birinci rübdə hamısı müsbətdir. Bunu desəm əvvəlki videoda izah eləmişdim. Sinus 10 dərəcə, kosinus 80-dir. Yəni sadəcə 90-dan çıxıb adını dəyişirsən. Tangens 70 dərəcə, 90-dan çıxırsan, kotangens 20 dərəcə deməkdir. Kosinus 37, 90-dan çıx, sinus 63-dür. Aydın olur. Kosinus 75, 90-dan çıx, sinus 15-dir. Aydın olduqlar, yəni birinci rübdə sürətli şəkildə çevirmələr çoxlu aparacağıq. Bunları öyrəndik. Deməli, çevirmə düsturunda nəyə bilməliyik? Hansı dərəcələrdə ad dəyişir? 90 və 270-də. Hansı dərəcələrdə ad dəyişmir? 180 və 360-da. Bunlar həmçində dərəcə radianında bilin. Pi bölü 2 və 3 pi bölü 2-də ad dəyişir. Pi və 2 pi-də ad dəyişmir. Bu böyük dərəcələrdə bayaq demişdim ki, izah eləyəcəm. Tutaq ki, siz sinus 12 pi plus alfanı araşdırırsınız. Kosinus 7 pi plus alfanı araşdırırsınız. Tutaq ki, tangens 15 pi minus alfanı araşdırırsınız. Tutaq ki, kotangens 9 pi minus alfanı araşdırırsınız. Deməli, şagirdlər, pi-də, 2 pi-də ad dəyişmədiyinə görə, pi-nin tam misillərində ad dəyişmədiyinə görə 1 pi, 2 pi, 3 pi, 7 pi fərqi yoxdur. Ad dəyişmir. O zaman necə ki, əvvəlki videoda izah eləmişdik ki, misal üçün 1990 dərəcə neçənci rübə düşür? 360-a böldük sinusdan kosinusda. Tam çevrəyə bölüb, yəni 2 pi-yə bölüb, alınan bucağı yazacağıq. 12 pi onsuz da 2 pi-yə tam bölünür. Əgər cüt 12 pi 2 pi-yə tam bölünür deyə tam atırsan, qaldı alfa, yəni sinus alfa. Niyə kosinus qalmadı? Onsuz ad dəyişmir ki. 7 pi 2 pi-yə tam bölünmür. Amma 6 pi olsaydı bölünərdi. Yəni cüt pi-ləri ata bilərsiniz. 2 pi, 4 pi, 6 pi istənilən trigonometrik funksiyada bunu eləyə bilərsiniz. 6 pi-ni sildik. Nə qaldı? Kosinus pi plus alfa. Bundan sonrasını çevirmə düsturundan sadələşdirə bilərsiniz. Burada səndə yer qalmamış. Üzrüsən. Davam edirəm.
Deməli 7pi-nin istənilən triqonometrik funksiyada cüt pi-ləri ata bilərsiniz, çünki 2pi-yə tam bölünəcək deyə. 7pi-nin 6pi-sini atanda qalır 1pi. Kosinus pi plus alfa bu bizim gördüyümüz kimi çevirmə düsturudur. Pi-də ad dəyişmir. Kosinus alfa. Pi-dən sonra pi plus alfa 3-cü rübdür. Kosinus 3-cü rübdə mənfidir. Qabağına mənfi atacaq. Tangens 15pi minus alfa. 15pi-ni 2pi-yə tam bölünmür. 14pi-sini atırsan. Qalır tangens pi minus alfa. Aydın olur. Bundan sonra çevirmə düsturudur. Pi minus alfa, plus minus alfa çevirmə düsturudur. Pi-də ad dəyişmir. Tangens alfa. Pi minus alfa 2-ci rübdür. Pi-dən çıxanda 2-ci rübə düşürük. Tangens 2-ci rübdə mənfidir. Bəs kəsr tiplilərdə necə eləyəcək şagirdlər? Aşağıda izah edirəm. Misal üçün sinus 9pi bölü 2 minus alfa. Kosinus fərqi yoxdur hansı trigonometrik funksiya. 7pi bölü 2 plus alfa. Burada sürətdən 9pi-nin 8pi-sini ata bilmərsiniz. 9pi-ni 2pi-yə böləndə 4,5 pi düşürmü? 4,5 pi-nin 9-u 2-yə böldündə 4,5 pi-nin 4 pi-sini atdıq. 4 pi-sini atdıq. Qaldı nə qədər? 0,5 pi qaldı mı? 0,5 pi bölü 2 deməkdirmi? Pi bölü 2 qaydaq yuxarı, pi bölü 2 plus minus alfa çevirmə düsturudur. Yəni bir düsturun çevirmə düsturu olduğunu hardan tanıyacaq? Pi bölü 2, pi, 3pi bölü 2, bir də 2pi. Bunlardan tanıyacaq da. Tətbiq edirəm. Pi bölü 2-də ad dəyişirdi. Xatırlayırsa 90-da ad dəyişir. Kosinus alfa. Pi bölü 2 birinci rübdə, birinci rübdə hamısı müsbətdir. 7pi-nin 6pi-sini ata bilmərsiniz. Gələ sürəti məxrəcə tam böləsiniz. 3,5 pi deməkdir. 3,5 pi-nin 2pi-sini ata bilərəmmi? 2pi-sini atdıq. Qaldı əlimizdə 3,5 pi-nin 2pi-sini atandan sonra qaldı mı? 1,5 pi plus alfa. 1,5 pi nə deməkdir? 3 pi bölü 2. Yəni 1,5 kəsr kimi yaz da. 2də 3 deməkdir də, eləmi? Bayaq 0,5-i 2də 1 kimi yazmadıq. 3 pi bölü 2-də ad dəyişir. Yuxarıdakı qaydaya baxa bilərsiniz. 3 pi bölü 2-də ad dəyişdi oldu sinus. Kosinus adını dəyişdi oldu sinus. Bu düşür 4-cü rübə. Kosinus 4-cü rübdə müsbətdir. Bax, əvvəlki funksiyaya baxıram. Kosinusa baxıram. Keçək indi suallarımıza. 300 dərəcəni necə sadələşdirəcək? Yəni götürüb bunu əzbərləməyəcəyik. Cədvəldəki qiymətləri əzbərsək kifayətdir. Bundan sonrasını əzbərləməyəcəyik. 300 dərəcə buradakılardan hansına yaxındır? Bu 4 dənə vəziyyətdən hansına yaxındır? 90-a, yoxsa 180-ə, yoxsa 270-ə, yoxsa 360-a? Mənə görə 360-a. Hansına yaxındırsa yaza bilərsən. 300-ü necə yaza bilərik? 360 minus 60 kimi. Sürət çevirmə düsturudur. 360-da ad dəyişirmi? Xeyr. Onda kosinus köçürdürsünüz bura. Bu bucağın özünü yazırsınız bura. Deməli, çevirmə düsturunu tətbiq edəndə özünüzə 3 dənə sual soruşursunuz. Elə bir ki, 360-da ad dəyişirmi? Birinci sualı verdim. Xeyr. Kosinus köçürdüm bura, 60 köçürdüm bura. 360 çıx alfa. Neçənci rübdür? 4-cü rübdür. Bu ikinci sual idi. Neçənci rübdür? 4-cü rübdür. Kosinus 4-cü rübdə nədir? Müsbət. Deməli, hansı sualları veririk? Ad dəyişirmi? Neçənci rübə düşür? Həmin rübdəki işarəni yeni funksiyanın qabağına yazırıq. Hansı suallar oldu? Birinci sualımız. Ad dəyişirmi? Hər çevirmə düsturunda, hər çevirmə tətbiq etdiyin düsturda bu sualları bilməlisən. Ad dəyişirmi? 2. Neçənci rübə düşür? Neçənci rübə düşür? 3. İşarəni yaz. 225 dərəcə. 270 çıx 45 də yaza bilərsiniz. 180 topla 45 də yaza bilərsiniz. Fərqi yoxdur. Hər iki halda eyni qayda alınacaqdır. Hər iki halı yazıram. Sinus 225 yazıram. 270 çıx 45. Birinci sualımız nə idi? Ad dəyişirmi? 270-də ad dəyişir. Yazıram kosinus və 45 dərəcəli bucağı bura köçürdürsən. Mənfi 45 yazmırsan. Bu 270 çıx rubi təyin edir. Neçənci rübə düşəcəyini təyin edir. Birinci sual verdik. Ad dəyişirmi? Bəli, dəyişdirdik. Kosinus 45 yazdıq.
İkinci sual neçənci rübə düşür? 270 45 düşür. Üçüncü rübə. 270'den aşağısı üçüncü rübə. Üçüncü sual işarəni yaz. Əvvəlki funksiyanın işarəsi sinus üçüncü rübdə mənfidir. Bu arada bunun qiymətini yazmalıyıq 2/1. Bunun qiyməti oldu mənfi kök 2/2. Desəniz mən bəs bu sualı 180 plusuna yazsaydıq eyni şey alınardı mı? Yazaq. 225 yazıram. 180 plus 45 kimi. Yine 3 tane sualımız əzbərdə var mı? Ad dəyişirmi? 180'də ad dəyişir mi? Xeyr, dəyişmir. Sinus və 45'i bura köçürdürəm. 45 bura gəldi. Neçənci rübə düşür? 180 plus 45 üçüncü rübdə. Sinus üçüncü rübdə nədir? Mənfi. İşte 3 tane sual verdim. Mənfi 2/2. Aydın oldu mu? Bu 3 tane sualı özünüz üçün bir yerə yazın. Hər çevirmədə bu 3 tane sual sayəsində işləyəcəyik. Və mən artıq bunu buradan silib keçirəm 3-cü sualın həllinə. Əvvəlcə bucağın içində mənfi varsa, trigonometrik funksiyanın içində biz onu tətbiq edirik, təhlimi cütdürmü deyə. Kosinus cüt funksiyadır deyə qabaqdakı mənfi qabağa keçmir. Mənfini silirəm. Kosinus 120 dərəcə. Sinus t funksiyası deyə mənfini qabağa götürür. Mənfi sinus 330 dərəcə. O mənfini qabağa verikmi, verməyimi? Onu tətbiq edəndən sonra tətbiq edə bilərsiniz çevirmə düsturunu. 120 dərəcəni yaza bilərsiniz 180 çıx 60 kimi. 90 plus 30 kimi. Heç bir fərqi yoxdur. 180 çıx 60 kimi yazıram. 330'u 360'a yaxındır deyə 360 çıx 30 kimi yazıram. Başlayaq suallarımızı verək. 180'də ad dəyişirmi? Xeyr. Kosinus 60'a yazdım bura. İkinci rübə düşür. Neçənci rübə düşür? İkinci rübə düşür. Kosinusun ikinci rübədəki işarəsi mənfidir. Mənfini yazdım bura. 360'da ad dəyişirmi? Xeyr. Sinusu və onun yanındakı 30'u köçürdüm bura. Qabaqdakı mənfi durub yerində. 360 çıx 30 4-cü rübdür. Sinusun 4-cü rübdəki işarəsi mənfidir. Qabağa mənfi atmalıyım. Deməli, qabaqda bir dənə mənfi var idi deyə qabaqda mənfini aparacaq, məxrəc olacaq sadəcə sinus 30. Sürət mənfi kosinus 60. İstəsəniz bunun qiymətlərini yerinə qoyub hesablaya bilərsiniz. İstəsəniz kosinus 60'ı sinusa çevirsəniz sinus 30 olacaqdır. Və sinus 30'da bir-birini aparacaqdır. Cavab qalacaq mənfi 1. İstəsəniz birbaşa cədvəl qiymətini yerinə qoyub hesablaya bilərsiniz. Növbəti çevirmə düsturuna aid sualımız. %50'ni yazıram kosinus 180 çıx 30 kimi. 90 plus 60 da yaza bilərsiniz. Sinus 300'ü yazıram 360 çıx 60 kimi. 270 plus 30 da yaza bilərsiniz. Tangens 240'ı 180 çıx 180 plus 60 kimi yazıram. Hər bir üstünə rübün yazıram. 180 çıx 30 ikinci rüb, 360 çıx 4-cü rüb. Tangens 180 plus 60 3-cü rüb. Başlayalım da həll eləməyə. 180'də ad dəyişirmi? Birinci bunu həll edirəm. Xeyr. Kosinusu və 30'u köçürdüm. İkinci rübdə kosinusun üçüncü rübdə işarəsi mənfidir. 360'da ad dəyişirmi? Xeyr. Mənfi 5. Sinus 60'ı köçürdüm. Sinus 4-cü rübdə mənfidir. Qabağa mənfi atmalıyam deyə bu müsbətə çevrildi. Məxrəcə yazıram. Tangens 180'də ad dəyişirmi? Tangens dəyişmir. Tangens 60'ı köçürdüm. Tangensin üçüncü rübdə işarəsi müsbətdir. Yerinə qiymətini qoyaq. Mənfi kök 3 bölü 2 topla 5 vurulsun sinus 60 kök 3 bölü 2 məxrəc tangens 60 kök 3'dür. Sürətə diqqətlə baxsam məxrəclərə bərabər olan kəsirlərdir. Məxrəclər bərabər deyə məxrəc olduğu üçün qalır. Mənfi kök 3 topla 5 kök 3. Mənfi kök 3 ilə 5 kök 3 toplayanda 4 kök 3 eləyərmi? 4 kök 3'də bu sürət 4 kök 3 2'ye bölünür də qalır 2 kök 3. Kök 3'lər də gedir, qalır 2. Bunun cavabı oldu 2. Bunun cavabı oldu mənfi 1. K
kvadrat olanda şagirdlər funksiyaların təpələrində kvadrat görsəniz, yəni cüt dərəcə görsəniz, artıq neçənci rübə düşdüyünə baxmayın. Yəni bu ikinci rübə düşür, bunun işarəsi nədir? Baxmayın. Heç rübə fikir verməyin. Sadəcə ad dəyişirmi, dəyişmirmi ona baxacaqsınız. 90 dərəcədə ad dəyişir, tangens kvadratı çevrildi oldu, kotangens kvadratı. Alfanı köçürürsən yanına. Füsuda işarəyə baxmırıq. Yəni sadəcə birinci sualdan həll edirik. Axı 3 dənə sual vermişdik biz. Pi'də ad dəyişirmi? Xeyr. Sinus kvadratı alfa gəldi bura. 3pi bölgüdə ad dəyişirmi? Bəli. Sinus kvadratın yerinə qoydum. Kosinus kvadratı alfa. Bu alfa gəlib köçürürəm bura. Sinus kvadratı alfa topla kosinus kvadratı alfa nə eləyir? 1 eləyir. Topla nə var idi? Kotangens kvadratı alfa. Alt dənə eynilikdən hatırlayırsınızmı? Bir topla tangens kvadratı, bir bölünsün kosinus kvadratı idi. Bir topla kotangens kvadratı, bir bölünsün sinus kvadratıdır. Onun izahını da vermişdim. Gəldik 6 nömrəli sualdan. Bu topluda bundan hardasa 6 ya da 8 dənə sual var. Deməli belə. Bərabərlik yazırıq, davam edirik. 5 vurulsun. Burada şagirdlər məntiq nədir burada deyim sizə. Kosinus 179'un 180, 179. Bunu da qabağında bilirsiniz də kosinus 178 var. Kosinus 1, kosinus 2 olduğu kimi köçürürəm. Bunlar hamısı dərəcədir. 90'dan sonra hamısını 180 çıx kimi əvəz edirsiniz. Bir dənə axırıncı kosinus 180'ə dəymirsiniz. Çünki 180 özü cədvəldə var. 179 necə yazaram? Kosinus 180 çıx 1 kimi. 178 necə yazaram? Kosinus 178 çıx 2 kimi. Üzr istəyirəm. 178 necə yazaram? 180 çıx 2 kimi. Bu formada gedəcək məntiq belə gedir. 177 necə yazaram? 180 çıx 3 kimi. 176'nı 180 çıx 4 kimi. Ta 90'a qədər bu formada qayıtmalısınız. İndi arada nöqtələri çox deyə yazmağa ehtiyac yoxdur. Nə baş verəcək bəs belə yazandan sonra? 180 çıx 2'yə tətbiq edilən çevirmə düsturu. 180'də ad dəyişmir. Elə kosinus 2 olur. Amma 180 çıx 2 ikinci rübdə, kosinus ikinci rübdə, kosinusun ikinci rübdəki işarəsi mənfidir. 180 çıx 1. 180'də ad dəyişmir. Elə kosinus 1 olur. 180'den çıx 1 çıxanda ikinci rübdə düşür. Kosinus ikinci rübdə mənfidir. Kosinus 180'in cədvəldəki qiyməti nədir? Mənfi 1. Bir şey demək yadımdan çıxdı. Ortadakı kosinus 90 var. O kosinus 90'ın qiymətini yazmaq üçün kosinus 90 çevirmə düsturundan sadələşmə cədvəldə var. Hansı ki cədvəldə var, biz ona çevirmə düsturu tətbiq edə bilmərik. Məsələn, sinus 30 qabağında çıxdı. Buna çevirmə düsturu tətbiq eləməyəcək. Birbaşa yerinə işlə bir qoyacaq. Kosinus 90 da cədvəldə var deyə ona çevirmə düsturu tətbiq eləməyəcək. Bəs nə baş verdi belə yazsaydıq əgər hamısının? Yəni kosinus 180'dən geriyə doğru 191'ə qədər hamısını belə yazsaydıq. Gördüyünüz kimi mənfi kosinus 1, müsbət kosinus 1 aparır. Mənfi kosinus 2, müsbət kosinus 2 aparır. Mənfi kosinus 3, müsbət kosinus 3. Bu formada hamısı bir-birinə islah aparacaqdır. Ortada kosinus 90 qalacaqdır. Onun qiyməti 0'dır. Ən axırda kosinus mənfi 1 var. Onun qiyməti mənfi 1'dir. Və cavab da mənfi 5 olacaq. Yəni bu tip suallarda cədvəldə olan qiymətlərdən başqa hamısını birini digərini ifadə edirsiniz və islah gedir. Mütləq və mütləq islah gedir. İslah getməsə biz bu sualı eləyə bilmərik. 7-ci sualımız 12 alfa topla 13 beta. 12 alfa topla 12 beta yazsaq, orada əlavə bir dənə betamız qalar. Deməli bizə 12 alfa topla 12 beta lazımdır. Bunun hər tərəfini 12'ye vursaq, 12 alfa topla 12 beta bərabərdir. Buranı 12'ye vuranda nə olacaqdır? 12'nin 6 ixtisar gedəcəkdir. 2pi olacaqdır. Deməli 12 alfa topla 12 betanın yerinə nə qoya bilərəm? 2pi. Sinus 12 alfa topla 12 betanın yerinə 2pi qoyursan, topla nə qalmışdı orada? Beta qalmışdı. 2pi də çevirmə düsturudur da, eləmi? Hansılardır çevirmə düsturları? Pi bölü 2, pi, 3pi bölü 2, belə 2pi. 90, 180, 270, yəni 360. 2pi də ad dəyişirmi? Xeyr.
elə sinus beta kimi düşür aşağı. 2pi plus beta. 2pi'nin plusü, yox üzr istəyirəm. 2pi plus. 2pi'də dövr bitir, qayıdır birinci cürbə. Bütün trigonometrik funksiyalar birinci cürbə müsbətdir. Yəni cavabımız oldu sadəcə sinus beta. Sadələşdirmə tipli sualdır. Burada cavab 5 alındı. 8-ci sualımız üçbucağın bucaqlarından söhbət gedirsə, üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. Alfa topla, beta topla, qamma üçbucağın bucaqları olsa, bərabərdə 180 yazmalıyıq üçbucaq dediyinə görə. İki bucağının cəminin kosinusu nə deməkdir? İki bucağının cəminin. Hər hansı iki bucağı götürək. Cəminin kosinusu, yəni kosinus alfa plus beta. O sözü anladıqmı? Kök 3 bölünsün 4'tür. Üçüncü bucağın kosinusunu soruşur. Üçüncü bucaq qammadır. Üçüncü bucağın kosinusunu soruşur. Məndən soruşduğu kosinus qammadır. Aydındır. Bu bərabərlikdən yaza bilərəm. Qamma bərabərdir 180 çıxılsın mötərizənin içində ilə alfa plus beta. Aparıb qammanın yerinə yaza bilərəm. 180 çıxılsın mötərizədə alfa plus beta. Alfa plus beta'ya elə bir x kimi baxın. Məsəl üçün kosinus 180 çıx x-inizi sadələşdirirsiniz. Deyirik ki 180-də ad dəyişmir. Kosinus x 180 çıx x ikinci rübə düşür. Kosinus ikinci rübdə mənfidir. Bunu da elə yazacaq da. Yazacaq ki 180-də ad dəyişmir. Kosinus ilə x-in yerində duran şey alfa plus betadır. 180-dən çıxanda düşür ikinci rübə. Kosinus ikinci rübdə mənfidir. Aydın oldu. Ters trigonometrik funksiyalar. Burada trigonometrik funksiyaların axırıncı başlığıdır. Bunu bilmək məcburiyyətindəsiniz. Trigonometrik təlimlər mövzusunda arc-sinus, arc-cosinus lazım olacaqdır. Proqramda, buraxılış proqramında var. Arc-sinus x funksiyası. Bu funksiya sinus x funksiyasının tərsidir. Funksiya kimi tərsidir. Bir bölünsün sinus demək deyil. Məsəl üçün nə deməkdir? Bu arc-sinus 2'də 1. Yəni 2'də 1'i sinus neçə dərəcədə alır? 30 dərəcədə. Arc-sinus 2'də 1 sinus 30 demək deyil. Arc-sinus 2'də 1 eləcə 30 dərəcə deməkdir. Sinus 30 nə deməkdir? 2'də 1 deməkdir. Arc-sinus 2'də 1 30 deməkdir. Arc-sinus kök 3 bölü 2 60 deməkdir. Yəni pi bölü 3 deməkdir. Yəni arc-sinus nə deməkdir? Cədvəlin elə bir tərsinə qayrılmış formasında. Aydın olur. Arc-sinus 3'də 1'i mən də bilmərəm. Deməli, belə çıxır ki, arc-sinusun içindəki bucaqlar cədvəl qiymətləri olacaq. Arc-sinus kök 2 bölü 2 nə deməkdir? 45 dərəcə deməkdir. Yəni kök 2 bölü 2 nə vaxt alır? 45'də. Sinus nə vaxt alır? 45'də. Yəni sinus 45 yazmayacaqsınız. 45 yazacaqsınız. Keçdim bu funksiyaların qaydalarına. Təyin olmasıdır. Yəni x-in aldığı qiymətlər mənfi 1-dir. Yəni arc-sinusun içindəki bax bu x ancaq mənfi 1 ilə 1 arasında ala bilər. Qiymətlər çoxluğu mənfi pi bölü 2 pi bölü 2'dir. Sinus arc-sinus x, sinus arc-sinus belə başa düşündündə sinus arc-sinus silir, qalır sadəcə x. Amma x mənfi 1 ilə 1 arasında olmaq şərti ilə. Arc-sinus sinus x, elə bir ki arc-sinus sinus aparır da belə normalda belə demək səhvdir, doğru deyil. Sadəcə daha yaxşı yadda qalsın deyə. Sinus arc-sinus sinus aparır, qalır x. Amma x mənfi pi bölü 2 pi bölü 2 olmaq şərti ilə. Demək burada diqqətli olun şagirdlər. Sinus arc-sinusda, bax, arc-sinus x-də x mənfi 1 ilə 1 arasında olmalıdır. Arc-sinus sinus x-də burada x mənfi pi bölü 2 ilə pi bölü 2 arasında olmalıdır. Bu halda arc-sinus sinus aparır. Yəni buradakı x mənfi pi bölü 2 ilə pi bölü 2 arasında olmasa, biz onu sadələşdirib sonra tətbiq eləməliyik. Çevirmə düsturundan onu bu araya gətirib sonra tətbiq eləməliyik. Bu da arc-sinusun gördüyünüz kimi cədvəlidir. Yəni x oxu boyunca mənfi 1 ilə 1'in arasından kənara çıxa bilməz və mənfi pi bölü 2 pi bölü 2 y oxu boyunca da bu aradan kənara çıxa bilməz. Qrafikdən göründüyü kimi tək funksiyada koordinat başlanğıc nəzərindən simmetrikdir. Bu funksiya dövr funksiya deyil, yəni sinus kimi qrafik təkrarlanmır. Bunun bir dənə qrafik var. Arc-cosinus funksiyası, bu funksiya cosinus funksiyasının tərsidir. Arc-cosinus 2'də 1, yəni cosinus 2'də 1 nə vaxt alır? 60 dərəcə. Demək, arc-cosinus 2'də 1 60 dərəcəyə bərabərdir. Arc-cosinus kök 3 bölü 2, yəni cosinus kök 3 bölü 2 nə vaxt alır? 30 dərəcədə alır. Pi bölü 6'da alır.
təyin oblasti arc sinusla eynidir, -1, qiymətlər oblasti 0 pi'dir. Siz yada saxlayın bunu. Belə yada saxlayın ki, arc sinusun təyin oblasti -1, 1'dir. Sinus -1 nə vaxt alır? -90'da, 1'i nə vaxt alır? 90'da. Belə qısa yolla yada saxlaya bilərsiniz. Demirəm belədir qaydası. Yada saxlamaq üçün deyirəm. Kosinusda da təyin oblasti -1 ilə 1'dir. Kosinus -1 nə vaxt alır? 180'da, 1 nə vaxt alır? 0'da. Beləliklə təyin oblasında qiymətlər oblasını çıxarda bilərsiniz. Kosinus arc kosinus aparır, qalır x. -1 ilə 1'in arasında olanda arc kosinus kosinus aparır, qalır x 0 ilə pi'nin arasında olanda. Bu da kosinusun cədvəlidir şagirdlər. Gördüyünüz kimi -1 ilə 1'in arasında təyin olunubdur. Qiymətlər oblasti da 0 ilə pi'nin arasındadır. Bu formada bir qrafikdir. Arctangent funksiyası. Tangent funksiyasının tərsidir. Arctangent 1, yəni tangent 1'i nə vaxt alır? 45 dərəcədə. Arctangent köküçü, yəni tangent köküçü nə vaxt alır? 60 dərəcədə. Qrafikdə gördüyünüz kimi x oxu boyunca sonsuza qədər bunu uzatmaq olar. Yəni təyin oblasti x-in ala biləcək qiymətlər mənfi müsbət sonsuzluqdur. Qiymətlər oblasti gördüyünüz kimi pi bölü 2 və mənfi bölü 2 oxlarına toxuna bilmir. Tangent 90'da təyin olunmayıbdır deyə. Qiymətlər oblasti mənfi bölü 2 ilə pi bölü 2 arasıdır. Yəni parça deyil. Tangent arctangent aparır, qalır x bu aralıqda olmaq şərti ilə. Kotangent arctangent tangent aparır, qalır x bu aralıqda olmaq şərti ilə. Bu yazdığım buradakı hər bir məlumat çox vacib məlumatlardır. Xüsusən də blok imtahanına hazırlaşanlar üçün. Yəni blok imtahanına hazırlaşanlar lövhədəki bütün qaydaları əzbərə bilməlidirlər. Bütün. Kotangent x funksiyası arcotangent funksiyasının tərsidir. Arcotangent kotangent funksiyasının tərsidir. Arcotangent köküçü bölüsü, yəni kotangent köküçü bölüsü nə vaxt alır? Arcotangent 1 nə vaxt alır? 45 dərəcədə. Təyin oblasti sonsuz müsbət sonsuzluqdur. Demək, arc sinusla arc kosinusda təyin oblasti -1 ilə 1'dir. Arctangent arcotangent isə müsbət sonsuzluqdur. Qiymətlər oblasti 0 pi'dir. Əslində yadda qalan deyil. Arc sinusun təyin oblasti qiymətlər oblasti -pi bölü 2 pi bölü 2 parsasıdır. Amma tangentdə -pi bölü 2 pi bölü 2 aralığıdır. Kosinusda 0 pi parsasıdır. Amma kotangentdə 0 pi aralığıdır. Kotangent arcotangent aparır, qalır x. Arcotangent kotangent aparır, qalır x. Bu aralıqda olmaq şərti ilə. Bu da kotangentin qiymətlər oblastıdır. Gördüyünüz kimi 0 ilə pi'nin arasındadır. 0 və pi oxlarına toxunmur, amma təyin oblasti mənfi sonsuzluqdur. X oxu boyunca sonsuzluğa qədər uzana bilər. Qeyd, xüsusi qeydimiz var. Arc sinus tək funksiyadır. Mənfini qabağa verir. Arctangent tək funksiyadır. Mənfini qabağa verir. Arc kosinus nətək məcuddur. Arcotangent nətək məcuddur. Ancaq mənfi olanda söhbət mənfi olanlara aiddir. Bu nə deməkdir? Yəni qarşınıza arc sinus -2'də 1 çıxsa, deyirsən bir dəqiqə tək funksiya olduğuna görə mənfini qabağa ötürdük. Arc sinus 2'də 1 bugün keçdik. Arc sinus 2'də 1 o deməkdir ki 30 dərəcə. Amma qabağına mənfi var. Mənfi 30 dərəcə. Amma eyni şey qabağına arc kosinus da çıxsa, arc kosinus -2'də 1 deyirsən bir dəqiqə. Bu mənfi neyini edəcək? Kosinus nətək məcuddur? Pi'dən çıxılır. Pi çıxılsın özünün müsbət qiyməti. Arc kosinus 2'də 1. Pi çıxılsın. Kosinus 2'də 1 o deməkdir ki 2'də 1 nə vaxt alır? 60 dərəcədə. Pi'dən də çıxanda qalır 2 pi bölünsün 3. Deməli, arc sinusla arctangent tək funksiyadır. Arc kosinusla arcotangent nətək məcuddur. Yəni qabağına arc kotangent -1 çıxsa, onu pi çıxılsın arcotangent yazıb, sonra sadələşdirəcəksiniz. Pi çıxılsın arcotangent 1, yəni 1'in neçə dərəcədə alır? 45 dərəcədə. O da eləyir 3 pi bölünsün 4. Və daha vacib qaydamız arc sinus x topla arc kosinus x bərabərdir pi bölü 2.
bucaqları eyni olmaq şərti ilə arc-sinusla arc-cosinusun cəmi pi bölü 2-dir. X-lər eyni olmaq şərti ilə arc-tangeslə arc-kotangesin cəmi pi bölü 2-dir. Bunların hər birindən suallar var. Nə vaxtsa isbat videosu çəkəriksə bunların isbatını verə bilərik. Gəldik axırıncı başlığa aid suallar necə olurmuş ona baxaq. Bu 10 dənə sual işləməklə axırıncı başlıqdan səhv etmirəmsə sualınız çıxmamalı. Yəni o qədər nümunə var ki, bu qaydalara hakimsinizsə və bu suallarda həllini başa düşürsünüzsə, oradan səhviniz çıxmamalıdır. Başlayaq bu mənfi məsələsinə. Mənfilərin qaydası gözümüzün qabağındadır. Arc-kosinus olanda nə təhdid nə cüddür? Pi-dən çıxırıq. Pi çıxılsın arc-kosinus 2/1. Üstə gələk. Arc-sinus kök 3 bölü 2. O deməkdir ki, sinus kök 3 bölü 2-ni neçə dərəcədə alır? 60 dərəcədə alır. Amma radianla yazsaq daha maraqlı olar. Adətən bunun cavabları radianla verilir. Minus arc-tangens -1. Tangens təkli yoxsa cüddü? Təkli mənfini qabağa verir. O mənfini ötürəcək qabağa, olacaq üstə gələk. Arc-tangens 1. Başlıq cədvəl qiymətlərini yerinə qoymağa. Pi çıxılsın. Arc-kosinus 2/1. Yəni kosinus 2/1 nə vaxt alır? 60 dərəcədə. Üstə gələk. Pi bölü 3. Üstə gələk. Arc-tangens 1. Yəni tangens 1 nə vaxt alır? 45 dərəcədə. Pi bölü 4. Dərəcə ilə dilinizdə deyin, amma əlinizdə radiandan yazın. Belə vərdiş eləyə bilərsiniz. Bunlar islah getdi. Əlimizdə pi qaldı. Bu çıxma bu pi bölü 4-ə aid deyil. Bu çıxma bu pi'yə aid deyil. Uşaqlar bəzən pi çıx pi bölü 4 yazırlar. Pi bölü 4-ün qabağındakı müsbət. Deməli pi topla pi bölü 4-dür. Bu deyəcək 5 pi bölünsün 4. Bu sualın cavabı 5 pi bölünsün 4 elədi. Yenə mənfiyə aid bir dənə də sual var. 2 arc-kosinus -1. -1 cədvəldə var da, düzdür? Hə, onda 2 vurulsun. Arc-kosinus -1 cədvəldə nədir? Pi'dir. Bəli, pi'dir. Çıxaq, 3/1 vurulsun. Arc-kosinus kök 3 bölü 2, o deməkdir ki, kök 2 bölü 2 nə vaxt alır? 45 dərəcədə. Onda radianla necə yazılacaq? Pi bölü 4. 2 vuraq. Arc-kosinus 0. Kosinus 0 neçə dərəcədə alır? 90 dərəcədə. Yəni pi bölü 2-dir. 2 pi çıxaq. Bunlar bir-birinə vurulanda sürətə, məxrəcə vurulacaq. Bu da 2'lər getdi, qaldı pi. Bu 2 pi ilə mənfi pi eləcə 1 pi. Bu da mənfi pi bölü 12. Bu da çıxanda olacaq 12 pi çıx pi. 11 pi bölü 12. Bu da oldu bu sualın cavabı. Bax demişdik, arc-tangeslə arc-kotangesin cəmi bucaqları eynidirsə pi bölü 2-dir. Onda arc-tangens kök 3 bölü 6, arc-kotanges kök 3 bölü 6 bucaqlar eynidir. Cədvəldə belə bir qiymət yoxdur. Amma arc-tangeslə arc-kotangesin cəmi pi bölü 2-dir. Qabaqda da nə var? 2 var. 2'lər də ixtisar getdi. Cavab oldu pi. Tangens arc-tanges aparır, qalır 30 dərəcə. Yuxarıdakı qaydalara baxın. Sinus arc-sinus aparır, qalır 0,6. Üstə gələk. Kotanges arc-kotangesi aparır, qalır 19. 30 ilə 19, 49, 49,16. Sinusun içində arc-kosinus. Arc-kosinus özü cədvəl qiymətidir də, düzdürmü? Cədvəldə varsa yerinə yaz. Arc-kosinus kök 3 bölü 2 o deməkdir ki, kosinus kök 3 bölü 2 nə vaxt alır? Nə vaxt alır? 30 dərəcədə. Demək bunun yerinə 30 yazsam. Bunun yerinə 30 yazanda qabaqda sinus var deyə sinus 30 olur da, düzdür? Üstə gələk. İç-içə veriblər. Deyək ki, arc-kosinusun da qabağında sinus veriblər. Kosinus, bu kosinusu köçürdüm bura. Arc-kosinus -2/1, mənfi olduğuna görə özünə sual verməlisə ki, bu mənfini neyini yazayım? Qabağını verəcəm yoxsa nə təhdid nə cüt? Nə təhdid nə cüt olduğuna görə pi'dən çıxılacaq. Pi çıxılsın arc-kosinus 2/1. Üstə gələk pi bölü 3 bucağın içindədir, verilibdir. Bunun qiymətini bilirik. 2/1. Kosinusun bucağının içində nə verilibdir? Pi çıxaq. Kosinus 2/1 özünə sual verir ki, 2/1 kosinus nə vaxt alır? 60 dərəcədə topla pi bölü 3. Xoşbəxtlikdən pi bölü 3'lər islah getdi. Qaldı 2/1 topla. Kosinusun bucağının yerində nə qaldı? Pi qaldı. Kosinus pi cədvəldə var. -1'dir. 2/1'in üstünə -1 gələndə -2/1 edər.
İndi gəldik dananın quyruğunun qopduğu yerə. Kosinüs arkotanjis. Dərsi mənim arkotanjis 4-də 3 cədvəldə yoxdur. Bunu nətərləyəcəyik. Cədvəldə olmayanda, bax bu cədvəldə var idi deyə yazdım. Cədvəldə olmayanda üçbucaq metodu ilə işləyəcəksiniz. Necə ki, düzbucaqlı üçbucaqda tanjens alfa qarşıdakı katetin bitişik katetə nisbəti kotanjens alfa bitişik katetin qarşıdakı katetə nisbətidirmi? Arkotanjesin də üçbucağını eyni məntiqlə quracaqsınız. Arkotanjesin üçbucağını qurub tətbiq edəcəksən kosinusa. Düzbucaq üçbucaq çəkdim. Kotanjesi nəyə nisbət idi? Alfanı bura qoysaq, bitişiyin qarşıya nisbəti. Deməli, alfaya bitişik katetə 3 qoyacam, qarşıya 4 qoyacam. Pifaqor teoremindən bura 5 tapılar. Mənə lazımdır kosinus. Deməli, kosinus 3-ünü yazacağam. Qarşıdakının, yox, üzrüstdən kosinus qaydası nə idi? Kosinusun qaydası bitişiyin hipotenuza. Bitişiyin hipotenuza nisbəti. Yəni, bu ifadənin qiyməti oldu 5-də 3. Aydın oldu. Üstə gələk. Yenə bu üçbucağı qurmalıyam sonra. Arktanjesin üçbucağı da tanjesin üçbucağı kimi qurulur. Alfanı bura qoysaq, tanjes qarşıdakı katetin bitişik katetə nisbəti. Arktanjes də eyni qayda ilə qarşıdakı katetin bitişik katetə nisbəti. Pifaqordan bura 13 olacaqdı mı? Bəs mənə nə lazımdır? Mənə sinüs lazımdır. Sinüs isə qarşıdakı katetin hipotenuza nisbəti. Alfanın qarşıdakı kateti 5-in hipotenuza, yəni 13-ə nisbəti. Öyrənə bildiniz mi bunu? Orta məxrəc 65, 65-də 39, üstə gələk 65-də 25. O da olur 65-də 64. Bu da olur bunun cavabı. Deməli, cədvəl qiyməti olmayanda üçbucaq metodu ilə işləyirsiniz. Təyin oblastı x-in aldığı qiymətlər. Təyin oblastı sözünə qədər oxudum, sonrasını oxumadım. Təyin oblastını tapaq, sonra sorunca davamını oxuyarıq. Təyin oblastını xatırlayaq. Arcsinus x-in təyin oblastı -1,1. Yəni, arcsinus x funksiyasında bu x -1 ilə 1-in arasında yaşayır. Aydındır. Arcosinus da eyni qayda ilə. Deməli, arcosinus x, x-in yerində duran şey -1 ilə 1-in arasında olmalıdır. Deməli, x çıx 2 bölünsün 3. -1 ilə 1-in arasında olmalıdır. Aydındır. 3 qat bərabərsizliyi necə həll edir? Hər bir həddi 3-ə vuraq. -3, 3 getdi, bir də 3. Hər tərəfə 2 əlavə edək. -1, bir də 5. Deməli, x-in aldığı qiymətləri tapdıq. Arktanjes, bu kök olmasaydı, -müsbət sonsuzluq deyəcəkdim. Çünki arktanjesin qaydasına baxın, arktanjesin təyin oblastı -müsbət sonsuzluqdur. Amma kökün x çıx 2 kökün altında olduğuna görə kökün altı mənfi ola bilməyəcək. X çıx 2 böyükdür bərabərdir. X böyükdür bərabərdir 2. Deməli, x-in 2-dən böyük qiymət əldə edəcəyik. 2 bərabərlik işarəsi var. 3, 4, 5. Axı 5-dən kiçik bərabərdir. Deməli, x-in ala biləcəyi qiymətlər bunlardır. Yəni, təyin oblastı nə olduğu zaman 2 dənə funksiyanın cəminin təyin oblastı nə oldu? Əslində, bunları kəşdirməliyim. Yəni, belə şifayə tapmaq istə çətin gəlirsə, əslində nə etməliyik? Cəm formasında veriləndə hər birinin təyin oblastını tapıb kəşdirməlisiniz. -1,5 soldakı funksiyanın təyin oblastı. 2-dən böyük bərabər, yəni 2-dən sonsuzluğa qədər sağdakı funksiyanın təyin oblastı. Kəsmə aralığı nə oldu? 2, 5. Bunu bizə nə kimi veribdir? Təyin oblastını A, B kimi veribdir. Uc nöqtələrdir də bu A ilə B aradakı nöqtələr deyil, uc nöqtələrdir. Deməli, buradan çıxır ki, A 2-dir, B 5-dir. Cəmini soruşur, 7. Burada qiymətlər çoxluğu soruşur. Yəni, təyin oblastını soruşanda qabaqdakı 3-ün, 4-ün əhəmiyyəti yoxdur. Təyin oblastında ancaq x-in durduğu mövqeyə baxırıq. Arcsinus da -1 ilə 1 arasında qoyub həll edirik. Arktanjeslə kotanjesdə -müsbət sonsuzluqdur. Sadəcə x çıx 2 kökün altında olduğuna görə şərt qoyduq. Qiymətləri oblastında x-ə baxmırıq. Arcsinusun qiymətləri oblastı qaydaya baxın yuxarıda. Nədirsə onun qiymətini yerinə qoyub hesablayırıq. Arcsinusun yerinə, içəridəki 5x olmasın, 50x olsun, fərqi yoxdur. Arcsinusun yerinə nə qoyuruq? Qaydaya baxın, 2 plus 12 bölünsün pi vuraq. -pi bölü 2, pi bölü 2 idi deyəsən onun qiymətləri oblastı.
ədədi bu parçaya vuranda parçanın uclarına vurursan. 2 üstə gələk. 12 böl pi-ni mənfi pi böl 2-yə vuranda mənfi eləyəcək. Pi-lər gedəcək. 12-dən 2 6 eləyəcək. Eyni qayda ilə 12 böl pi-ni pi böl 2-yə vuranda pi-lər gedəcək. 6 eləyəcək. Aydındır. Ədədi parçaya vuranda parçanın uc nöqtələrinə vurursan. Bu mənfi 6 parçasının üzərinə 2 gəlmək istəyirsənsə, parçanın uc nöqtələrinin üzərinə 2 gəlirsən. Yəni mənfi 6-nın üzərinə 2 gəlirsən, bir də 6-nın üzərinə 2 gəlirsən. Deməli, oldu bunun qiymətlər çoxluğu mənfi 4, 8. Qiymətlər çoxluğunu soruşurdu. Deməli, növbəti fərqli tip sualımız, bilmirəm bundan topluda varmı, yoxmu? Arc sinusundan arc kosinusun cəmi pi böl 2-dir. Xatırlayırsınızmı? Arc sinusundan arc kosinusun cəmi pi böl 2-dir. Başqa bucaq arqumenti başqa şəkildə vermək şərti ilə onların fərqini veribdir. Eyni bucağı saxlamaqla cəmini mən yazıram. Yəni yazıram ki, arc kosinus x minus 2-də 1 üstə gələk. Arc sinus x minus 2-də 1. Bunların bucaqları eyni olduğuna görə pi böl 2-dir. Aydın oldu. Arc sinusla arc kosinusun cəmi pi böl 2-dir. Elə bir ki, bu ikisini sistem təlinə qoydum. Bunun altından bunu yazdım. Aydındır. Sistem təlinə yazıb həll edirəm. Bunları toplayanda bununla bu əks işarəli deyə bir-birini aparır. X-in üstünə x gələndə 2x eləməzmi? Arc kosinusun üstünə arc kosinus gələndə deyilər 2 dənə arc kosinus bucaq x minus 2-də 1-dir. Bərabərdir. Bundan da bunu toplayanda məncə 2 pi edir. Düzdür? 3 pi böl 2-nin üstünə pi gələndə 4 pi böl 2, o da 2 pi. Hər tərəfdən 2-ləri ixtisarləsək, arc kosinus x minus 2-də 1 bərabərdir. Pi qalarmı? Hər tərəfi kosinusdan baxılan da bunu eləmək olar. Ya da şifayət ala bilərsiniz ki, arc kosinus neçə pi-yə bərabərdir? Cədvəldəki qiymət nədir? Kosinusun pi cədvəldəki qiymət nədir? Mənfi 1-dir. Deməli, bu mənfi 1-ə bərabər olmalıdır və x minus 2-də 1 mənfi 1-ə bərabər olmalıdır. Çünki arc kosinus mənfi 1 pi verir. Cədvəldə mənfi 1 qiyməti ancaq pi-dir. Və buradan da tənliyi həll edirsən, mənfi üstünə 2-də 1 gələndə mənfi 2-də 1 alınır. Belə bir fərqli tip sualdır. Və nəhayət, bəli, 10-cu sualımız. Yeni videomuz dünyaya gəlir. Buna alfa kimi bax, buna beta kimi bax. Yəni, sinus, bu 270-dir də şagirdlər. 270 çıx alfa, üstə gələk, kosinus, bu 90-dır da, 90 minus beta. Oldu çevirmə düsturunda. 270-də ad dəyişirmi? Bəli, dəyişir. 270-də ad dəyişdi, oldu kosinus alfa. 270-dən çıxanda 3-cü rübdə sinus 3-cü rübdə mənfidir. Üstə gələk. 90-da ad dəyişirmi? Hə. Sinus beta olur. 90 çıx beta 1-ci rübdə. Bütün trigonometrik funksiyada 1-ci rübdə müsbət. Sadələşdirib gətirib yerinə qoyaq. Mənfi kosinus alfa nə demişik? Alfa budur da. Arc kosinus 3-də 1. Üstə gələk. Sinus beta nə demişik? Arc sinus 7-də 1. Kosinus arc kosinusu aparır, qalır 3-də 1. Qabaqda da mənfi var, mənfi 3-də 1. Sinus arc sinus aparır, qalır 7-də 1. Yuxarıdakı qaydalara dəqiq əminsinizsə, tam hakimsinizsə, belədir. Bunların da ortaq məxrəci 21 olacaq. 21-də mənfi 7. 3-ə vurdum. 21-də 3. O da 21-də mənfi 4. Əgər texnik qısa keçməmişəmsə, mənfi 7 topla 3 bəli düzdür. Bu qədər. Növbəti videomuz trigonometrik funksiyalar üçün toplama düsturları olacaqdır. Yeni videoda görüşmək ümidi ilə sağ olun.